Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsində çox gözəl bir ərazidə belə bir 2 otaqlı evin satışını təqdim edirəm. Buyurun, hörmətli izləyicilər, tam ətraflı şəkildə baxın. Videonun dəqiqələrində sizə evlərin qiymətini təqdim edəcəm. Bura belə gördüyünüz kimi evin qarşısındakı həyətyanı sahədir. Kim istəsə göstərdiyim kimi bu hissə ilə qapı qoyub, yəni bura adden həyət kimi istifadə edə bilər. Qeyd elədiyim kimi ev 2 otaqdır. Bura evin əsas giriş qapısıdır. Burada isə mətbəx hissəsidir və sanitar qovşaqdır. Hörmətli izləyicilər, evin su, işıq, qaz, sağğaclar adına keçiriləcək. Ev tam təmirsiz vəziyyətdədir. Gördüyünüz kimi ev təmir olunmalıdır. Kim istəsə damova qeydiyyat açırıb evə qeydiyyata düşə bilər. Bura evin sanitar qovşağı ayrı-ayrılıqdadır. Evdə kirayə yaşayıb, hal-hazırda ev sahibi satdığına görə kirayə fişləri çıxardıb. Yəni bu vəziyyətdə 300 manat evdə kirayə yaşayırdı. Bura evin yan tərəfidir, yəni yan tərəfi boşdur. Çöl tərəf hissəsidir. Bura girdi evin dəhlizi. 2 otaqdır, amma otaqları normal ölçüdədir, balaca deyil. Hər otağın pəncərəsi var. İstili ceyran peçidir. Gördüyünüz kimi evə bir sözlə təmir lazımdır. Tam təmirsiz vəziyyətdədir. Amma qiyməti yerinə görə, yerləşdiyi əraziyə görə həqiqətən də qiyməti çox yaxşı qiymətdir. Yəni bu ərazidə bu evi təmir edib, rahat şəkildə bir 350-400 manata kirayə vermək mümkündür. Hörmətli izləyicilər, indi sizə evin qiymətini təqdim edəcəm. Bu gördüyünüz həyət isə yəni addenlə yola yaxındır. Gəldiniz bura, qarşıda bir dənə qapıdır, qapıdan açılır, 4 dənə ailə var. Hamısı yəni ayrı-ayrıdır. İstəsəz burada gördüyüm hissədə, göstərdiyim sizə hissədə qapı qoysaz bu hissəyə. Burada addenlə bura evin tam addenlə həyətinə sahəsi. Yəni buradan o bir tərəfi ev yoxdur. Hörmətli izləyicilər, evin start başlanğıc qiyməti 29.000 manatdır. Real alıcıya çox cüzi endirim olunacaq. Çünki evin yerləşdiyi ərazidə torpağın bir sotun qiyməti 35, 40, 45, 50 min arasında dəyişir. Zəhmət olmasa kanalımıza abunə olub, hörmətli izləyicilər, videolarımızı bəyənin. Kimin satışda evi, obyekti, mənzili varsa, videonun yuxarı hissəsində göstərilən nömrə ilə əlaqə saxlayın, gələk, çəkilişləri edək, tez bir zamanda evin satılmasına köməklik göstərək. Kimin nə sualı olsa, zəhmət olmasa bizlə əlaqə saxlayın, tam şəkildə suallarınıza cavab verəcək. Çalışdığım qədər evi ətraflı şəkildə sizlərə izah etmək istədim.